Herkese salamlar. Əziz İnformatika Laboratoriyaları Podcast'inin ikinci epizodunda sizi xoş gördük. Bugün keçən həftə olmuş Google I.O. 2025 haqqında danışacağıq. Bilirəm biraz gec gəlmiş ola bilər, amma bir həftə müddətimiz dolmalıdır hər epizod üçün, xüsusi epizodlar çıxmaq şərti ilə. Bugün bütün dinləyicilərimizi xoş gördük. İndi əsasən I.O. 2025-də süni intellekt modelləri haqqındaydı. Ki 2023, 2024 və 2025 Google I.O.'nun hamısı demək olar ki, Gemini haqqında olub və bu səfər həqiqətən də maraqlı yeniləmələr var. Bu səfər toxunacağıq Project Astra, VO3, bir də ki Project Marinerə və indi isə artıq başlaya bilərik. Deməli, birinci Project Astra'ya nəzər salaq. Google'un gündəlik həyatımızda daha təbii və intuitiv şəkildə qarşılıqlı əlaqə qura bilən, həqiqətən ağıllı, çox model bir AI agentdir və Project Astra nədir ümumiyyətlə? Eyni anda müxtəlif növ məlumatları multimodal bir AI-dir. Yəni həm səsi, həm vizualı, həm də mətni emal edə bilir, anlaya bilir və işləyə bilir. Bunun üçün də real dünya ilə zəngin və dinamik şəkildə qarşılıqlı əlaqə qurmağa imkan verir. Real vaxt reaksiyaları vardır. Ən təsirli cəhətlərindən biri agentin sualları və ətraf mühitdəki dəyişikliklərə real vaxtda heyrətamiz sürətdə cavab verməsidir. I.O. 2025-də bir dənə nümunə göstərilmişdi. Bir qadın səki ilə telefonunu əlinə alıb Project Astra'nın Gemini'də olan funksiyasını açmışdı və ətrafda olan əşyaların adını həqiqətən səhv göstərib, səhv deyib Project Astra AI-ın korrekt eləməsini, yəni onu düzəltməsini gözləyirdi. Məsələn, elektrik qutusuna bir post qutusu demişdi səkidə gəzən qadın və Project Astra anlıq olaraq düzəldib bunun elektrik qutusu olduğunu demişdi. Tez şəkildə cavab verə bilirdi. Amma köhnə Gemini Live-in içində biraz daha gec olduğunu görə bilirdi. İndi çox daha sürətlidir, qat-qat daha sürətlidir. Gündəlik tapşırıqlarda da yardım göstərir. Əsasən burada dərs eləmək nümunəsinə nəzər salıblar. Deməli, Project Astra'da, yəni yeni daxil olmuş Project Astra'da Gemini Live-ı açanda ekran paylaşma və video live feed, yəni kamera görüntüsündə açmaq olur. Tamamilə pulsuz bir funksiyadır. Və sizin göstərdiyiniz şeylərə cavab verə bilirdi. Məsələn, deyək ki, testiniz var. Testinizi anlıq olaraq göstərib siz suallar verdikcə Gemini'dən kömək istəyə bilərsiniz. Və bu Project Astra ilə daha çox məlumatı bəlkə sonraki Google I.O.'da verəcəklər. Çünki Project Astra'da köhnədən qalmış bir layihədir və üstünü işləyirdilər sadəcə. Sonra əsasən hər kəsin danışdığı bir şey olan VO3-ə keçək. Google I.O. 2025-də böyük bir yeniliyə imza atıldı. VO3 video generasiya modeli yüksək keyfiyyətli video generation edə bilir VO3. Əvvəlki versiyalardan qat-qat yüksək keyfiyyətdədir. Üstəlik daha uzun və daha tutarlı videolar yaratmaq qabiliyyətinə malikdir. Yəni nümayiş olunan videoları orada görsəydiniz nə qədər real göründüyünü görə bilərdiniz. Dodaqların sinkronizasiyasında, danışıq tonunda, insanların rəngini, saçlarının uzunluğunu, hərəkətlərini, bunların hamısını incə detalına qədər düzəldə bilirdi. Bəs deyə bilərsiniz ki, bu VO3 bizim başımıza oyun açmamış, nə olduğunu bir bilək, insanlar pis bir şey etməsin bu VO3 modeli ilə. Yəni yaradıcı imkanlar sunur VO3. Məsələn, reklam, film istehsalı, təhsil və əyləncə kimi müxtəlif sahələrdə yeni yaradıcı imkanlar açır. Çünki hamının aktyor kursu ya da set falan yoxdur. Yəni belə şeyləri hər kəs eləyə bilmir. Yaxşı deyək ki, kiminsə bir senaryosu var, amma film istehsal eləyə bilmirsə, əgər VO3 həqiqətən də işə yarayır. Bu təbii ki, absurd bir nümunədir, amma yaşana bilər. Yəni mürəkkəb vizual effektləri də düzəldə bilir, səhnələri yaratmaqda da daha əlçatan olur. Beləcədən şirkətlər üçün də əlverişlidir. Həm sürətlidir, həm effektivdir, həm də çox daha ucuzdur. Və Project Astra VO3 Google'un süni intellekt sahəsindəki ambiyanslardan və bu texnologiyanın gələcəyimizdə necə formalaşdıracağına dair baxışını ayrı şəkildə görməyimizə nümayiş etdirir. Amma bir dənə daha bir şey var.
Bu səfər Project Mariner haqqında danışacağam. Mən hətta VO3-dən daha çox mənə maraqlı gələn həqiqətən də Project Marinerdir. Bu dəqiqə Chrome-un içində yerləşdirilib Gemini Chrome-a inteqrə eləmək üçündür. Həqiqətən işlətmək istədiyim bu funksiyadır. Amma Project Mariner, Project Astra və VO3 sadəcə abunəçilərə özəldir. Yəni pullandır, təəssüf ki. Astra'nın yəni əslində pulla deyil, sadəcə olaraq cümləmi düzəldim. Daha çox funksiya çata bilmək üçün Project Astra'dan istifadə edərək pullu versiyaya keçmək lazımdır. Sonra məsələn Project Mariner'da web brauzeri sizin üçün browsing edir. Yəni hər hansı bir axtarış olanda Project Mariner öz funksiyalarından istifadə edərək sizin üçün axtarışlar edir. Məsələn kirayə ev axtarırsınız. Kirayə evi sizin axtarmanıza belə gərək yoxdur. Siz ona sadəcə hansı qiymətdə istədiyinizi, harda istədiyinizi bildirirsiniz. O girib bir listinglərin hamısına baxır və məsələn daha çox desək teach and repeat funksiyası var. Mariner'in ən innovativ xüsusiyyətlərindən biri də teach and repeat funksiyasıdır. Yəni elə deyirlər. Çox o hissəsinə gəlməmişdim mən. Yazılan məqalələrə görə bu funksiya istifadəçinin bir dəfə nümayiş etdirdiyi iş axırını öyrənir və gələcəkdə oxşar tapdıqları minimal müdaxilə ilə avtomatlaşdırıla bilir. Bu fərdiləşmiş və asan tapşırıq təlimi imkanı yaradır. Daha cari vəziyyəti, yəni Project Mariner, Project Astra və VO3 sadəcə Google I/O 2025-də abunəçilərə özəl Amerika Birləşmiş Ştatlarında yayınlandı və abunəçilərə özəl sadəcə Google AI Ultra abunəçiləri üçündür. Yəni Pro abunəçisinizsə hələ ki görə bilmirsiniz, təəssüf ki. Və bu 3 yeni layihənin Google-un süni intellekt sahəsində qabaqcıl tədqiqatlarını necə göstərdiyini, texnologiyanın günümüz həyatımızda necə yaradığını və iş proseslərinin kökündən dəyişmək potensialının parlaq nümunəsidir. Layihənin inkişafını və gələcəkdə tətbiqlərini maraqla mən gözləyirəm. Ümid edirəm ki, siz də gözləyirsiniz. Yəqin ki, Google I/O 2026-ya qədər yeni buraxılışları olacaq. Və beləliklə Infolab Podcast'ın bu buraxılışında sizi biz Google I/O 2025-in ən diqqətə layiq AI yeniliklərinin üçünə nəzər saldıq. Project Astra'ya, VO3-ə və Mariner'a. Layihələr süni intellektin insan həyatına inteqrasiyasının yeni bir mərhələsini təmsil edir həqiqətən də. Gələcəkdə bu texnologiyaların necə formalaşacağını görmək çox maraqlı olacaq. Infolab Podcast'ı dinlədiyiniz üçün təşəkkür edirik. Əgər bu epizodu bəyəndinizsə abunə olmağı və ya yazmağı unutmayın. Bizi daha çox izləyiciyə, dinləyiciyə çatdırmağa kömək eləyir. Bugün müzakirə etdiyimiz hər şeyə dair qeydləri və linkləri aşağıda description'da tapa bilərsiniz. Növbəti epizodda görüşənədək.